Herkese salam. Bu mənim ilk videomdur. YouTube olarak ilk olarak inceleyeceğim maşın. Bundan sonra mən maşın fanatı olarak bütün maşınları, yani sürdüyüm hər bir maşını inceleyeceğim. Bugün inceleyeceğimiz maşın, daha doğrusu Chevrolet Onix'dir. Belə motoru haqqında bizə məlumat verim. 1.2 turbodur. Axırı sürəti 180-170'dir. Yani normal maşın Özbəkistanda buraxılır. Sonra mən bilən Azərbaycanda buraxılıb əvvəl. Hala buraxılmır. Ancaq bu maşın yəni yaxşı maşındır. Normal, sadə bir maşındır. Arxası burası biraz sınıb. Maşın biraz tozludur, üzürlü sayın. Maşın dörd tərəfi də bununla, yəni ki, rıçaqla açılır, bağlanır. Yan düzgülər, fara, Chevrolet'in öz faralarıdır, Onix Chevrolet. Gözəl bir maşındır. Nəysə, hər bir şey boş bırakıp maşına otururuq, içsin interyerini kesirik. Burada bizi iş karşılayan manuel koltuq, türklər demişkən. Belə yenir. Məncə əladır. Qapı açıb bağlamağı da məncə yaxşıdır. Baxın. İnşallah çox like gəlsə, hədəfimiz Rolls-Royce zatdır. İnternet keçdikdə qapısını ucur bağlayırıq. Hər bir funksiyası hazır işlək deyil. Çünki maşının akkumulyatorunu ayırmışam. Çünki sizə görə. Maşın interi rulu əladır. Biraz düzdür, buralara köhnəlib. Ancaq ki, normal şəxsi maşın olub da, yəni. Maşında hər bir funksiya, yəni işləkdə prosta akkumulyator söndürmüşəm dediyim kimi. Rıçaq, avtomat qarabqa, ruçnay, hər bir hallarda dalaşmaq üçün ayıra biləcəyiniz rıçaq, ruçnay. Ortaya qoyublar məncə, əladır məncə, yaxşı yer qoyublar. Maşın rulu, cruise control, sürətə ayarlana bilir şey. Buradan sərəsə çoxaldıb azaltmaq buradadır. Bunu telefon danışanda hər bir, məsələn, buradan adboy eləməsi bununla. Sonra telefonu qulaq asmaq, bluetooth'dan qulaq asmışsınızsa bundan basırsınız. Bundan video, yəni cruise kontrolu ayırmaq 90 sürəti istəyir, 90 sürətə qalır elə. Maşın məncə sinifinin fulludur. 2 dənə qoya biləcəyimiz şeylər. Sidenkalar əladır məncə. Sidenkalar çox qəşəng. Lüku var. Bu çox maşına yoxdur məsələn. Düz maşında da yoxdur, amma bunda var. Gələn dəfə düşad dostlar, VGB U75 Full-üstü incələyəcəm. Belə gözəl aynası, normal, sadə. Arxa kamerası var, özü dostlar deyim. Buradan hər bir şeyi, yəni işığı açıq söndürmə, sonra lüku açıb bağlama və s. şeylər var. Maşın yaxşı maşındır. Getməyə biraz problemlidir. 1.2 turbodur, getmir. Yəni istədiyiniz həzz verə bilmir sizə. Buradan bu düzgüsləni işlədir. Yəni bildiyiniz kimi də. Buradan belə bu neysiz belə. Normal. Burada dönmə işığı falan. 5 sənədən sonra söylür təzədən. Maşının qabaqda oturmağı məncə əladır. Qabaqda oturmuş. Manuel koltuq gözlə. Sonra buradan da bunu ayıra bilirsiniz. Bunu ayıramaq olur. Maşının yəni rahat maşında. Balaca sinifdir düzü. B-klass olmalı, yoxsa C-klass olmalı, bilmirəm. Segmentini tam dəqiqdən bilmirəm. Öyrənib deyərəm, yazaram.
Buradan lığırı, yəni ki, right, bu sol şüşəni buradan da knopka idarəsi yuxarı, aşağı və sola, sağa edə bilirsiniz. Bu tərəfdən də R ilə, yəni bu yan güzgünü işlədə bilirsiniz. Buradan qapıları, yəni pəncərələri bağlayırsınız. Buradan da bütün güclər bildiyiniz kimi işlədilməmişdir. Və bu maşının da özəlliyi ən yaxşı funksiyalardan biri, sevdiyim funksiyalardan biri olan simsiz şarj və necə deyim, oturacaq, yəni oturacağın qızdırılması. Rusca demiş ki, padanniki sidenye. Nəsə, bilmədim. Bununla yan tərəfdəki, yəni sol tərəf, sağ tərəfdəki və sol tərəfdəki oturacaq. Bir dənə USB girişi var. Burada da qar rejimi, buradan auto, yəni ki, funksiyaları idarə etməyə bilirsiniz. Buradan məsələn sürət deyirəm. Buradan məsələn nəyinsə klimatın, yəni klimat belə desək də onu artırıb çoxalda bilirsiniz. Nəysə. Burada da şüşəni qurutma və nəysə də bunu bilirsiniz. Off var, yəni ki, maşın düz yola gedəndə bunu basırsınız. P, yəni ki, nəysə yaxınlaşanda sizə siqnal ötürür. Qapılar kilitləyirsiniz həmişə bildiyiniz kimi. Baxın, bu iki knopkanla basanda məsələn yanında konus var, məsələn başqa bir maşın görmüşsünüz onu arxadan. O sizə belə siqnalaya bilirsiniz. Və maşında sevdiyim özəllikdən biri olan, burada da barda nə idi? Barda çox. Geniş deyil o qədər də içi, normal balaca bir segmentli maşındır deyə. Burada da giriş şeylər var. Burada stakan falan qoya bilərsiniz. Buradan ayarlayabilirsiniz. Bunu açıb ayarlaya bilərsiniz, yəni özünüzə. Bunu belə elədik. Sonra bunu bağlayırıq. Biraz mexanik deyə tam yaxşı alınmıyor. Qoy. Maşının açarsız giriş də mövcuddur, baxın. Bundan açıb alabilirsiniz. Bunda özdə sevdiyim şeylərdən biri də maşının qapısını açanda belə çətinləşmir. Qapısı həm yüngüldür, qapı qəşəng bağlanır, baxın. Çox qəşəng bağlanır. Bu da dostumuz. Yeni dostumuzdur. İndi arkada oturmağa olmaz. Mən belə 16'lıq disk yoxsa 15'lik diskidir, bilmirəm. Onu tam dəqiq bilmirəm. Elə maşın buradaydı. Durun bir dənə maşına. Maşın arxası çox genişdir. Segmentinə uyğun olaraq maşın arxası bir dəqiqə. Maşının hazırda biraz yoxlanışda keçir. Ona görə belə şeylər var. Maşında ciblər mövcuddur. Arxa sidenka qızdırıcısı, sağ tərəf, sol tərəf mövcuddur. Maşın çox genişdir. Qabaqdakı oturacaqlar çox qabaq vermişəm. Yenə də bir iki barmaq belə desək də belə yoxlayırlar da. Bu qədər mövcuddur. Rahat otura bilirsiniz, yəni ki, rahat oturub stakanınızı adınızı qoya bilərsiniz. Buradan düzgün açıb bağlaya bilərsiniz. Yəni çox funksiya var da, segmentinə uyğun olaraq normal bir maşın. Arxası belə genişdir. Buradan yandırıb bağlaya bilirsiniz. Kitaylar kimi danışmam, olaq danışmam da, yəni mən elə belə çəkib göstərirəm. Remen mövcuddur həm bütün maşınlarda olduğu kimi. Belədir dostlar. Motorxananı çəkərdim, ancaq motorxananı desəm məndə yoxdur, açamıram. Açarı məndə olmadığına görə. Olmaz. Uşaqlar, başqa maşın, nə maşın istəyirsinizsə, əgər videoya bir 40-50 like gəlsə, düz o sayın, 40-50 like gəlsə, təzə maşın çəkəcəm. Almasa, niyə maşın çəkəməyəcəm. Oldu inşallah, çox sağ olun. İzlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun.